Salam değerli abituriyentler. Bugün fizikadan tekrar kampımızın 14. günündeyik. Ve geçen videomuzda kaldığımız yerden devam edirik. Model suallardan en çok qəbula düşme ihtimali olan suallar işləyəcəyik. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. Buradan baxıram ki, qəbula en çok düşme ihtimali olan sual 6 nömrəli sualdır. Çünki hər il demək olar ki, maye, ipin gərilmə qüvvəsi kimi suallar qəbula düşür. Maye gördünüzsə, ipin gərilmə qüvvəsi varsa, orada deməli Arximet rol oynayır. Mən burada deyir ki, ipin gərilmə qüvvəsinin zamandan asıllıq qrafiki. Birinci növbədə bu cismə təsir edən qüvvələrin istiqamətini göstərir. Bu qüvvələr aşağıya doğru bir dənə bu cismin ağırlığı olar mg, yuxarıya doğru isə bir F Arximed olar. T gərilməni tapanda mg'dən F Arximedi çıxmalıyam. F Arximedin də yerinə Romayi və Batanji yazaram. İndi diqqətlə şəklə baxın uşaqlar. Burada cisimdə deyir ki, su sürətlə boşaldığı zaman ipdə yaranan gərilmə qrafiki hansıdır? Baxın. Su boşaldıqca səviyyəsi aşağı düşür. Bura qədər düşdü. Bura qədər cismin batma dərinliyində heç bir dəyişiklik olmadı. Bu deməkdir ki, Arximed qüvvəsi dəyişmədi. Lakin birinci halda, yəni heç bir kəmiyyət dəyişmədiyi üçün T gərilmə də dəyişmir. Qalan variantları atarım. İkinci halda amma dəyişəcək. Niyə? Su səviyyəsi aşağı düşdükcə uşaqlar cisim suyun səthinə çıxır. Yəni əvvəlcə tutaq ki, suda bu qədər batırdısa, sonra artıq bu qədər batır. Yəni batan hissəsinin həcmi azalır. Batan hissənin həcmi azalırsa, çıxılanı azaltdımsa, fərq artmalıdır. Onda deməli T gərilməm ikinci hissədə artır. Cavabı tapdım. Buradan sonra da maye boşalanda cisim tamamilə suyun səthində qalır. Və Arximed təsir etmədiyi üçün T gərilmə də dəyişmir. Yəni burada cavab olur D variantı. Bu tipli sualları həmişə və batana görə baxırsınız. Sonra məsələn, qəbul tipli suallardan birinə baxaq. Burada hansına baxaq? 20 nömrəli sual. Şəkildə atomun enerji səviyyələri təsvir olunub. Atom 1 səviyyəsindən 3 səviyyəsinə keçdikdə udulan fotonun dalğa uzunluğu nəyə bərabərdir? Baxın, burada mən baxıram ki, 2 dənəsi aşağıdır, 1 dənəsi isə yuxarıdır. Bu lambda 1-3-də belə deyim ki, udulan enerji bu ikisinin cəminə bərabərdir. Yəni yazıram ki, Y udulan nə qədərdir? 1-3'dür. Bərabərdir Y 1-2 ilə 2-1'in cəminə. Y1-2 üstə gəlsin Y2-1. Bunların hər birini HC bölü lambda ilə açıram. HC bölünsün lambda 1-2 bərabərdir. HC bölünsün lambda, daha doğrusu birinci 1-3'dür, sonra 1-2'dir. Üstə gəlsin HC bölünsün lambda 2-1. Buradan bunlar gedir. 1 bölü lambda 1-3 bərabərdir. Ortaq məxrəc edirəm. Lambda 1-2 vurulsun lambda 2-1. Sürətdə lambda 2-1 üstə gəlsin lambda 1-2. Buradan da lambda 1-3 istəmir. Bərabərdir. Lambda 1-2 vurulsun lambda 2-1 bölünsün lambda 2-1 vurulsun üstə gəlsin lambda 1-2 alıram. Buradan da verilənləri yerinə qoyuram. 600 ilə 400'ü bir-birinə vuranda 24 arxasında 4 dənə 0 edir. Bölürəm üstə gələndə 1000. Bu da mənə 240 nanometr verər. Cavab olur C variantı. Sonra burada qəbul tipli məsələn 22 nömrəli sual. Şəkildə harmonik rəqs edən maddi nöqtənin zamandan asıllıq qrafiki göstərilmişdir. Uyğunluğu müəyyən edin. O'dan A'ya doğru uşaqlar bunun koordinatı artır. Yəni bu maksimal qalxdığı yerə gedir, daha maksimal amplituda çatır. Bu tarazlıqdan kənara getdiyi haldır. Yəni bura tarazlıqdırsa, tarazlıqdan kənara getdiyi haldır. Tarazlıqdan kənara getdikcə təcil, potensial, qüvvə artır. Və sürət, kinetik azalmalıdır. Sürət azalır varmı? Yoxdur, amma kinetik var. C-ni götürərəm. Daha sonra AB hissəsində tam tərsi. Tarazlığa gəlirsə sürət artır, kinetik enerji artır, təcil potensial enerji azalır, B-a gedər. A nöqtəsində
Yəni ən kənar vəziyyətdə təcil qüvvə və Y potensial maksimumdur. Tarazlıqda da sürət kinetik maksimum olur. Yəni təcili maksimum olur. Y variantı götürərəm. Desə sürət maksimum, sürət B nöqtəsində maksimum olur. Keçək başqa baxaq görək. Nə var buradan? Deməli, baxın bir nömrəli suala. Deyir, ipə bağlanmış daşı şaquli müstəvidə çevrə üzrə bərabər sürətlə hərəkət etdirərək A nöqtəsində ipi buraxdılar. Daşın maksimal qalxma hündürlüyünün dövr etmə tezliyinə asılılıq qrafikini müəyyən edin. Uşaqlar, mənim səsim tutulduğu üçün videoda yavaş gələ bilər. Videonun səsini artırın. Mən gələ indi bu sualda baxıram ki, cismin cızdığı çevrə formasıdır, trayektoriya. Onda hündürlüyü çevrənin bir düsturunla əlaqələndirməliyəm. Orada da n olmalıdır. Yazaram h bərabərdir V0 kvadrat bölünsün 2J. Buradan da V0 açaram 2pi yerindən. Kvadrata da yüksəldirəm. 4pi kvadratı r kvadratı n kvadrat böl 2J. Hündürlük tezliyin kvadratından düz asıdır. Yəni cavabı götürərəm A variantı. Sonra burada baxa bilərəm 3 nömrəli suala. Çəkisi nəzərə alınmayan linklərdən asılmış eyni həcmli kürələr tarazlıqdadır. Kürələrin kütlələri və sıxlıqları arasında hansı münasibət doğrudur? Uşaqlar, birinci növbədə linkin tarazlıq şərtinə görə gəlin bunların kütlələrini tapaq. Buna desəm M1J, buna da desəm M2J. Linkin tarazlıq şərtinə görə F1 L1 bərabər olmalıdır F2 L2'ye. F1'min yerine yazıram M1J. Bruce'un qolunun yerinə 1. F2'in yerinə M2J. Qolunun yerinə isə 2. Buradan J'lər gedir. M1 bərabər olurmu 2M2'ye? Bunu tapdıqdan sonra görün bizə nə deyir? Deyir ki, eyni həcmli kürələr M bərabər rho V ilə açanda həcmlər bərabərdirsə kütlə sıxlıqla düz asıdır. Yəni onda rho 1 də bərabərdir 2 rho 2 olmalıdır. Cavabı götürürəm B variantı. Sonra 5 tipli suallar. Deyir ki, ağırlıq qüvvəsinin işa 1'dir, sürtünmə qüvvəsi işi mənfi olarsa, bütün trayektoriya zamanı qüvvələrin gördüyü iş. Birinci növbədə uşaqlar, ağırlıq qüvvəsi qeyri-konservativ qüvvədir. Yəni bu nə deməkdir? Bir var konservativ qüvvə, bir var qeyri-konservativ qüvvə. Daha doğrusu ağırlıq qüvvəsi konservativdir, sürtünmə qeyri-konservativdir. Konservativ nədir? Tam enerji saxlanma qanunu ödənilir. Qapalı sistemdə gördüyü iş sıfırdır. Sürtünmə qüvvəsi qeyri-konservativdir. Tam enerji saxlanma qanunu ödənmir və qapalı sistemdə gördüyü iş sıfırdan fərqli olur. İndi fikir verirsinizsə, deyir ki, M-dən N-ə gəlir, N-dən M-ə gedir. Baxın, burada mən hətta sizə sübut edə bilərəm. M-dən N-ə gələndə V ilə gəlir, M aşağı oldu mu? Aralarındakı bucaq 90-dan kiçikdir. Müsbət iş görür ağırlıq qüvvəsi birinci halda. İkinci halda yuxarı qalxanda M aşağıdır. Sürət yuxarı qalxanda uşaqlar aralarındakı bucaq 90-dan böyük olur. Qoysunuz 90-dan böyükdə mənfi qiymət alır. Mənfi olur, gördüyü işi də toplayanda 0 verir. Ağırlıq qüvvəsinin gördüyü iş 0 verir. Lakin sürtünmə qüvvəsinin gördüyü işi tapanda uşaqlar hər ikisinin hərəkət əksinə yönəlir. Mənfi qədər iş görür, toplayırıq, mənfi 2 götürürük. Bu şəkildə yaza bilərik. Sonra 10 nömrəli sual. Nöqtəvi elektrik yüklərinin o nöqtəsində yaratdıkları elektrik sayəsinin Y3'ün intensivliyi hansı istiqamətdə yönəlmişdir? Baxın, müsbət yükün intensivi xətt özündən çıxmalıdır. Mənfi yükün özünə daxil olmalıdır. Mənfi 2 də özünə daxil olmalıdır. İndi biz də burada baxacaq ki, intensivlik harda böyükdürsə, Y3'də mənim xəttim o istiqamətdə getməlidir. Burada da buna gələn intensivlik bu 3-cü yükę gələndən böyükdür. Ona görə də bu istiqamətə meyl edəcək biri götürəcəm. Bir də bu sualı gördüm, yadıma düşdü. Bu suala oxşar sual 10 iyun tarixində dimin sınavına düşmüşdü. Burada başlanğıc və son nöqtələrinə gələndə təzyiqlərin və həcmlərin dəyişmələri eyni olduğu üçün, yəni təzyiq dəyişəndə həcm də dəyişdiyi üçün daxili enerji dəyişmələrin bərabər idi. Bu sual düşə bilər qəbula. İşə gələndə isə qrafikin altda qalan fiqurun sahəsinə baxırsınız. Baxın, 2-nin altda qalanı göstərirəm sarı ilə. Baxın, bu hissə qalır. 1-in altda qalan fiqur isə, baxın, bu hissədir.
Əlbəttə buradan belə çıxır ki, 1-in altda qalan fiqurun sayısı daha böyükdür. Onda 1-də görülən iş 2-dən böyükdür. Cavab Adır. Bu sual qəbula düşə bilər. Sonra baxaq 13. Yükü zərrəcin koordinatının zamandan asıllıq qrafiki verilmişdir. Qrafikin hansı hissələrinə uyğun zaman intervalında yükü zərrəcin ətrafında maqnit sahəsi yaranır? Yükü zərrəciyin ətrafında maqnit sahəsi yaranması üçün o birinci növbədə hərəkət etməlidir. Onda 3 ataram. Niyə atıram? Çünki 3-də koordinat sabitdir. Cism hərəkət etmir. Birinci də hərəkət edir. Deməli, onun ətrafında maqnit sahəsi yaranır. 2-də yaranır. Maqnit sahəsinin yaranması üçün zərrəcik hərəkətdə olmalıdır. Maraqlı deyil hansı hərəkətdədir. Əsas odur hərəkət etsin. Ona görə 1-2-dir cavab. A variantı. Sonra buradan baxaq başqa nəyə baxa bilərik? Keçək digər, bu suala baxaq bir dənə. 22. Kütləsi 0,5 kiloqram olan su uclarındakı gərginlik 60 volt və müqaməti 10 ohm olan qızdırıcının köməyi ilə qızdırılır. 5 dəqiqə müddətində suyun temperaturu neçə dərəcə artar? Mən birinci suyun istilik miqdarını tapmalıyım. Bunu tapmaq üçün yazacağım Q bərabərdir. U kvadratı böl R vur T. O da bərabərdir. U kvadratım edir 3600. R edir 10. T də bizə verir 5 dəqiqə deyirsə əgər. 5 dəqiqəni 5-ə 60-a vururuq 300 edir. Buradan sıfırlarımızı çəkəndə 36-nı da 3-ə vuranda bunun arxasında 3 dənə sıfır olur. 18, 108 min düşür. Daha sonra isə Q bərabərdir. Sm delta T yazıram. Buradan da delta T'ni tapanda 108 vur 10 üstü 3'ü bölürəm S'mə. 4 vur 10 üstü 3 vurulsun M 0,5'e. 10 üstü 3'lər gedir. 4'ü 0,5'e vuranda 2 edir. 108 də 2'ye böləndə 54 düşür. Bu sualın cavabı variantı var mı? Yoxdur. 54'dür cavab. Sonra keçək bu tipli suallardan. Məsələn 1. Düz xətlə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilib. Deyir sürətin və təcin istiqaməti. Qrafik T oxunu kəsəndə sürət istiqamətin dəyişir. Neçə dəfə dəyişib? 1, 2 dəfə. Və təcin işarəsinin dəyişməsi təpə nöqtələrə baxın uşaqlar. Və yaxud da oxa baxın. Ox yuxarı gedirsə, yəni oxun istiqaməti yuxarıyadırsa təcil müsbət olur. Aşağıya doğrudursa təcil mənfi. Təcil işarəsi dəyişdi harda? Təpə nöqtələrdə və yalnız bir dəfə dəyişib. Cavab Adır. Sonra məsələn 10 nömrəli sual. Deyir qabda 4 dərəcə Selsi temperaturda su və üzərində 0 dərəcə Selsi olan buz parçası var. Buz sudan soyuqdur. Temperaturu azdır. Hansı ifadələr doğrudur? Birinci növbədə istiliyi çox olan öz istiliyini aza verir. İstiliyi çox olan nədir? Sudur. Su öz istiliyini buza verirsə, buzun temperaturu artır, suyun temperaturu azalmağa başlayır. Şu, cavab 2-3'dür. A variantı. Sadə sualdır, amma diqqətli olun. Sonra baxaq 14 nömrəli suala. Müqavimətlərə eyni olan rezistorlar sabit cəryan mənbəyinə qoşulub. K açarını qapadıqda. Deməli, K açarı birinci açıqdır. K açarı açıq olanda V voltmetrinin ölçdüyü müqavimət yalnız R'dir. K açarını bağlayanda bu qol birləşir. V voltmetrinin ölçdüyü müqavimət 2R olur. Ardıcıl birləşdiklər üçün cəryan şiddətləri bərabər paylanır. Müqavimət 2 dəfə artdısa, voltmetrin göstərişi 2 dəfə artar. Qalan variantları ataram. Cəryan şiddətinə gələndə dövrənin cəryanını ölçür. Açar açıq olanda dövrədə ümumi müqavimətim, ümumi birim, ikisi də ardıcıl birləşdiyi üçün 2R'dir. Açarı bağlayanda cəryan həmişə neyinəməlidir? Əgər qarşısına bir müqavimətli yol, bir boş qol çıxırsa asan yolu seçir. Buradan cəryan keçmir. İkinci halda isə ümumi müqavimət sadəcə R qalır. I bərabər U böl R-ə görə dövrədəki cəryan şiddətinə baxıram, dövrənin gərginliyi sabitdir. Müqavimət 2 dəfə azaldısa, cəryan şiddəti 2 dəfə artmalıdır. Hər ikisi 2 dəfə artar. Cavab götürərəm A variantı. Keçək indi növbəti suala. Baxaq görək burada başqa nə var? Qəbul tipli. Məsələn, nəyə baxa bilərik burada? Elə bu suala baxaq. 4.
A halında yüklər bərabər sürətlə hərəkət edir. B halında yükün təcili. Uşaqlar, bunu bizə boşuna verməyib. Bura fikir verin. A halında deyir ki, yüklər bərabər sürətlə hərəkət edir. Bilirsiniz bu nə deməkdir? Yəni F dartı bərabərdir F sürtünməyə. O da bərabərdir 3 mg'yə. İndi ikinci halda isə yükün təcilini bizdən istəyir. F dartıdan çıxıram F sürtünməni bərabər edirəm M-aya. İndi qulaq asın. Mən burada nə edəcəm? 3 mg ilə açaq. Mg. F sürtünməni açdım axı. F dartı F'dir. F'in yerinə F sürtünmə qoya bilərəm 3 mg. Çıxılsın, ikincidə yaranan F sürtünməni 2 mg ilə açaram. İkincinin əvəzləyicisini tapıramsa kütlədə 2 m-adır. 2 m bərabər olur mg. Buradan da m'lər gedir. A bərabərdir 0,5 mg uşaqlar. Cavab edir D variantı. Belə. Sonra bir dənə də suala baxaq. Baxaq 22. Deyir, birinci mühitin A nöqtəsindən gələn işıq şüası ikinci mühit daxilində göstərilən yollardan hansını seçərək üçüncü mühit daxilindəki B nöqtəsindən keçər. Uşaqlar, mötərizənin içində fikir verin. Deyir ki, bir nə üçün sındırma əmsalları bərabərdir. Yəni bu o deməkdir ki, birinci mühitin düşmə bucağından ikinci mühitin sınma bucağı bir-birinə bərabər olacaqdır. Sınma qanununa görə. Buradan bucaq hansı? Bucaq altında düşür. 2 damağın tən ortasından. Onda bu mühitdə də sınanda 2 damağın tən ortasından çıxmalıdır. Üçüncü mühitdə. Keçirdirəm. Hər birini keçirdirəm. 1-2 damağın tən ortasından keçsə bu nöqtədən çıxar. 2 bu nöqtədən çıxar. 3 bu nöqtədən çıxar. 4 bu nöqtədən. B nöqtəsindən çıxan hansıdır? 4. 4 yox, 3. Onda cavabı götürərəm. A variantı. Bu şəkildə uşaqlar. Baxın, bir də belə suallar düşür. Asan suallar olur. Lakin çaşdırır sizi. Fikir verin, X bu istiqamətdədir. X oxudur və sürət əksinə yönəlibsə, deməli bu X oxunun əksinə gedir və qüvvə və sürət əks istiqamətdədir. Qüvvəni təcil kimi düşünürsünüz. Təcillə sürət əks istiqamətdədirsə, indi sabit qüvvə deməsəydi, qüvvənin artıb azaldığını desəydi, onda təcil də artıb azalardı. Amma mənə sabit qüvvə deyirsə, qüvvə sabitdirsə təcil də sabitdir, onda bərabər təcilli hərəkətin bərabər yavaşayan növüdür. Cavab olur B variantı. Bunu da unutmayın.